ev sahibi siçanın varlığından xəbər tutmuşdu və onu tutmaq üçün tələ qurmağa hazırlaşdı. Bir axşam mətbəxdə ayaq səsi eşitmədiyi üçün cavan siçan deşikdən çölə çıxır. Burnuna ləzzətli yemək qoxusu dəydi. Biraz irəli getdiyi vaxt torlu bir qutu olduğunu görür. Ortasından qoxusu gələn bir qoz ləpəsi almışdı. İştahasını çəkən qoxunun həmin qoz ləpəsi olduğunu anladı. Cavan siçan o günə qədər heç bir mətbəxdə o cür yemək qabı görməmişdi. Onun ətrafına yaxşı-yaxşı baxdı və sonra əlini qutunun tərəflərinə vurdu və gördü ki, möhkəmdir, yerindən də tərpənmir. Qutunun ağzının açıq tərəfindən içəri daxil oldu. Yavaş-yavaş irəli